Dostlar, belə bir açımda istəyirəm sizin üçün edim bugün. O məni həqiqətən sevirmi? Ola bilər həyatınızda kimləsə təzə tanış olmusunuz və yaxud da uzun müddətli bir yerdəsiniz, tam əmin deyilsiniz sevgisindən, sizə qarşı hisslərindən. Maraq üçün istəyirsiniz, buyurun baxın, o məni həqiqətən sevirmi? 3 variant olacaq. Bir, iki, üç. Pauzanı basın. Hansı variant sizə xoş gəlirsə onu seçin. Birinci variant, ikinci variant, üçüncü variant. Bu insan dostlar yaxşı insandır. Yaxşı insandır, düzgünlük istəyən insandır, hər şeyi ölçüb biçən insandır. Yaxşı insandır, onu deyə bilərəm. Sevir. Çox da güclü insandır. İnanın ki, sevir bu adam sizi dostlar. Siz özünüz çox güclü insansınız, bunu da deyim və bundan əlavə də bu insanın sevgisinə inanın. Birinci variant, çox yaxşı insandır bu. İtirməyin bu adamı. Yaxşı insandır bu. Dostlar, düşmənlərinə də həmişə qalib gələn insandır. Siz də qalib gələcəksiniz düşmənlərinizə. Burada da ciddi münasibətdir. Yəni adət ənənələrə, böyüyə, kiçiyə hörmət qoymağı bacaran adamdır. Yəni bir çox ola bilər, %100 düz düşməyə bilər, amma çoxunuzda belədir. Məsləhət verən adamdır, düzgün məsləhətlər verər. Ağıllıdır. Yəni necə deyirlər? Müdrik yaxşıdır da ya. Yaxşı insandır. Pis adam kimi görmürəm. Bunu da yaxşı adamdır. Sevir sizi. Sevgi var, qarşılıqlıdır. Amma siz biraz nəsə udarlısınız, dərdlisiniz. Biraz ola bilər aranızda münasibət biraz bəlkə də bəzilərinizdə nəsə olub, inciklikdir, nəsə udarsadır, yaxşı olacaq yəni. Əgər bəzilərinizdə münasibətinizdə problem varsa, düzələcək dostlar. Nəsə olubsa da, xoşa gəlməz bir şeylər yaşanıbsa, yaxşı olacaq, narahat olmayın. Burada da sevgi var. Sevir. Burada da bəh. İşıqlı insandır, günəşi görürsünüz, yaxşı adamdır özü üçün, qəşəng, əla bir insandır. Vallahi. Elə sıradan bir adam da deyil bu. Bir çoxunuzda sıradan bir adam görmürəm. Özünüz də sıradan bir adam deyilsiniz. Ümid eləyirsiniz, arzu eləyirsiniz, arzularınız da gerçəkləşər. Yaxşıdır burada da. Sevir, zəng də eləyəcək, danışacaqsa telefon zəngi görürəm, danışıq görürəm. Ümid var, yaxşı olacaq hər şey. Yaxşıdır. Pis görmürəm, üçüncü variant. Sevir, özünüzü tarazlıqda aparın. Axarınla gedin. Yaxşıdır. Xarici ölkəyə zat gedəcəksiniz. Üçüncü variant. Nəsə xarici ölkə görürəm belə. Böyük, belə qeyri-adi həyat gözəllikləri var. Üçüncü variant. Ümumiyyətlə, 3 variantın üçündə də yəni hisslər var, sevgi var, yaxşı insanlardır, həyatınızdakı insanlar. Qədrini bilin, axarınla gedin, impulsivni olmayın dostlar. Yaxşı. Bu qədər çalışıb yenə açım edəcəm. Amma ola bilsin bugünlük bu qədər. Sabah da xəttə girəcəm. Əlaqə saxlamaq istəyənlər nömrəmi yazacağım videoların altına. Əlaqə saxlaya bilərsiniz şəxsi açımlar üçün. Çox sağ olun izlədiyinizə görə.